2026-cı il Qarabağ, Ağdərə. Böyük qayıdışla birlikdə Qarabağa, Ağdərəyə həyat yenidən qayıdır. Vaxtilə yandırılan, sökülən, dağıdılan tikililərin yerində indi yeni evlər salınır. Həmin ocaqlar Azərbaycan işığı ilə nura boyanır. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərişıq Açıq Səhmdar Cəmiyyəti Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir. Doğma yurdlarına qovuşan sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Ağdərə rayonu ərazisində də 3504 kilovoltluq elektrik veriliş xətlərinin yenidən qurulması işləri aparılır. Belə ki, rayonun Həsənriz, Kolataq, Qozlu, Çıldıran, Sardaqlı, Merqalay, Aşağı Olataq kəndlərində bu işlərin görülməsi həyata keçirilir. Həmin ərazilərdə 3504 kilovoltluq komplekt transformator məntəqələrinin quraşdırılması da həyata keçirilir. Sadalanan kəndlərlə yanaşı köç olan digər yaşayış məntəqələrində Çapar, Eyvalı, Vənglidə də elektrik şəbəkəsi yenidən qurulur. Ümumilikdə yenidən qurma işləri aparılan ərazilərdə 0,4 və 35 kilovoltluq metal dayaqlar əkilir, özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir bərpa işləri davam etdirilir. Bizim işıq problemimiz olmayıb, 24 saat vaxtı-vaxtına işığımız yanır. Ona görə də mən Cənab Prezidentimizə öz adımla ilə bu vəhli cəmaatının adından, xalqımızın adından öz minnətdarlığımı bildirirəm. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun. Bu günlərdə burada 24 saat işıq yanır, çox gözəldir. Həyat yenidən başlayır burada. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Ağdərə ilə yanaşı ölkənin bütün regionlarında mərhələli şəkildə təmir bərpa və yenidən qurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.